əgər biz istəsək dəlil gətirək ki, niyə görə Kərbəla hadisəsi bu qədər əzəmətdir, biz bunu hər il yad edirik. Allah Mütəal müqəddəs Quran-ı Kərimdə buyurur ki, və mən yuəzzim şairallah. Buyurur ki, hər kim Allahın nişanələrini, şair sözünün cəmi edir, yəni nişanələr. Hər kim Allahın nişanələrini üstün tutsa, nicat tapar. Allahın nişanələri. İnsan Allahın nişanəsidir də. Təbiətdə nə görürsə, ayətullahda Allahın nişanəsidir. Düz deyil. Allah Teala Quran-ı Kərimdə başqa bir yerə buyurur ki, İnnəs səfa vəl mərvətə min şairallah. Dağdır da, Səfa Mərvə dağı da. Buyurur ki, Səfa və Mərvə dağı ki, həclə gedib ziyarət edirlər, Allahımıza nəsib edəsin. Buyurur, Səfa və Mərvə dağdan başqa bir şey deyir ki, bir Səfa ilə Mərvə dağı ki, həclə gedib ziyarət edirlər, əməl edən biri budur. Bu Allahın nişanəsidir. Nəcür olur ki, bir dənə xanım Hacərin 7 dəfə oranı səy etməsi, o dağ ki, Səfa Mərvə dağıdır, onu səy etmək, ziyarət eləməkli Allah nişanəsi ola bilir. Necə ola bilər ki, Kərbəla hadisəsində İmam Hüseyin əleyhissalam və onun 6 aylıq körpə balası Əli Əsğər Allahın nişanəsi olmasın? Bir halda ki, İsmail əleyhissalam susuz idi, Allah ayağının altından suyu fontan elədir ki, bu Allahın nişanəsidir. Necə ola bilər ki, Fəratun suyu onların kənarından keçir, düşman bağlayıb və özü də balaları da susuz şəhiddir, Allahın nişanəsi olmasın? Quran ki buyurur ki, Allahın nişanələrini əzim tutun, böyük tutun. Biz hər il Kərbəla hadisəsini qeyd etməliyimizlə, matəm saxlamağımızla biz İmam Hüseyin əleyhissalamın, onun əhli, yəni Peyğəmbər var, Peyğəmbərimiz nə edirik? Onun nişanələrinin, Allahın nişanəsi Peyğəmbərdir, onun balalarıdır. Biz hər il Kərbəla hadisəsini yad etməliyinlə biz nə edirik? Peyğəmbər və onun əhl-i beytin ki, Allahın nişanəsidir, bunu yad edirik.